I would like to ask President Aliyev and Cənab President Əliyev, how do you look in the future now? və gələcəyə necə baxırsınız? Gələcək nələri vəd edir? Hər ikinizin burada olduğu nəzərə alaraq, bu bizim üçün də böyük bir gözəl mesaj olacaqdır. Bəli, siz tamamilə haqlısınız. Bu olduqca böyük bir tarixi nailiyyətdir keçən avqust ayında iki ölkə arasında sülh sazişi təşəbbüs elədi və beləliklə də artıq 30 ildən çox uzun sürən müharibəyə və tökülən qana son qoyuldu. Və beləliklə sülh sazişinin də əsas unikallığı ondan ibarətdir ki, hətta son qanlı toqquşmadan 2 ildən biraz az müddət ərzində imzalandı və siyasi iradə hər iki tərəf nümayiş etdirilərsə və sülh üçün artıq öhdəlik götürülərsə, heç şübhəsiz ki, iki tərəf qısa zaman kəsiyində sülhə gələ bilər. Artıq imzalanan isə artıq günümüzdəki praktiki nəticələrə artıq çevrilir. Bu bizim gələcəkdə 5-6 aylıq sülh deyil və təbii ki, bu vəziyyətdən damırıq. Ki, hələ ki, müstəqil ölkə olaraq bundan zövq alırıq. Heç zaman bu iki ölkə belə bir sülh münaq şəraitində yaşamır və müstəqillik qazandıqdan sonra 1991-dən etibarən artıq biz aramızda hərbi toqquşmalar mövcud idi. Amma bugün sülhün töhfəsi artıq əməkdaşlıqda özünü nümayiş edir. Birincisi, Azərbaycandan kritik əhəmiyyət daşıyan neft məhsulları artıq Ermənistana nəql edildi, daşındı və bunun özü də artıq qiymətləri Ermənistan aşağı salır. Bu həqiqətən də gözlənilməz, hətta 2-3 il əvvəl ağlasılmaz bir hadisə, amma indi isə günümüzün reallığıdır. Və mən belə düşünürəm ki, bu prosesə artıq heç nə müdaxilə edə bilər. Amma zənimcə hər iki tərəf olaraq, hər iki nə etməlidir? Hər iki ölkə artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha da çox nümayiş etdirsin ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı olaraq bu prosesə tam bir töhfəsini görürük. Amma mən çox nikbinəm, belə ki, əldə etdiyimiz nailiyyət sözün həqiqi mənasında böyük bir töhfədir. Həm Ermənistan, həm Azərbaycan və Cənubi Qafqaz üçün də böyük bir töhfədir və bu isə bir daha vaxtilə bir-birinə düşmənçilik şəraitində yaşayan iki ölkə necə artıq əməkdaşlıq fazasına keçdiyini nümayiş etdirir. Cənab Prezident, Cənab Vučić, mən sizə sual vermək istəyərdim. Siz Serbiyanın müəyyən mənada belə Avropa ilə Asiya arasında bir körpü rolunu necə oynaya bilərsiniz? Yəni, konkret olaraq yenidən belə bir iqtisadi kimi bir region üçün yenidən müəyyənləşdirilməsində necə görürsünüz rolunuzu? Bəli, bugünkü dünyamızda biz kifayət qədər çoxlu hadisələrin şahidi oluruq və bugünkü paneldə əslində məni təəccübləndirən məqamlar da var. Çünki sabah cənab Prezident Trumpla bağlı və sabah ki, bugünkü müzakirə olunan məsələləri müzakirə edir və özə də cənab Macron ilə bağlı məsələlər daha çox müzakirə mövzusudur. Mən belə düşünürəm ki, bizim öz ölkələrimizin oynamalı olduğu və rol yəni, çox mühümdür. Biz hamımız bilirik ki, biz kiçik ölkələr olaraq nisbətən kiçik xalqlar və millətləri, yəni ölkə olaraq götürürəm. Təbii ki, kifayət qədər qürurlu bir ölkələri, amma bəli, gələcəkdə bizim ölkələrin oynayacağı rol həddən artıq böyükdür. Deyim ya, Ermənistanda 3 milyon əhali, bizdə 7 milyon, Azərbaycanda 10 milyon əhali olduğunu nəzərə alaraq, gələcəkdə biz hamımız bir-birimizlə yola getməliyik, əməkdaşlıq etməliyik, birgə fəaliyyətlər həyata keçirtməliyik. Çünki bugünkü dünyamızda, yaşadığımız dünyada artıq nə qanunlar idarə edir, biz sanki böyük və kiçik balıqlar olan bir okeanda yaşayırıq. Yəni, hadisələr necə kör-körana şəkildə bəzən hadisələrin baş verdiyinin şahidi oluruq və bəzən də BMT-nin də qətnamələri və xartiyasına riayət edilmir. Ona görə də biz bəzi məsələləri öz əlimizə almalıyıq. Bir də bir məktəb var, düşüncə məktəb var. Birincisi, biri yenicə müəyyənləşmiş, fərqli bir müxtəlif qütələrdə olan
imperiyalar digər tərəfdən də müstəqilliyin, suverenliyin qorunması, Ermənistan və Serbiyanın öz əhalimizi də, Azərbaycan xalqını da tanıyaraq, mən əminəm ki, biz ikinci bir seçimizi və öz suverenitetimizi, müstəqilliyimizi, xalqımızı, müstəqilliyimizi qorumaq yolunu seçəcək və eləcə də ki, biz hamı ilə əməkdaşlıq edəcək. Mən əminəm bu yolu seçir bizim adını çəkdiyim bütün ölkələrimiz. Amma biz eyni zamanda öz milli maraqlarımızı da qorumalıyıq və eləcə də bunlar dövlətçilik prinsiplərini mütləq qorumalıyıq. Və sualınıza gələrək nəyə qeyd etmək istəyərdim? Bəli, ən mühüm məsələlərdən də biri birlikdə əməkdaşlıqdır və biz öz talelərimiz əslində daha da çox bir-birinə bağlı olmalıdır. Keçmişlə müqayisədə biz mütləq süni intellekt sahəsində innovasiyalar, yeniliklər, müdafiə sektorun sahəsində əməkdaşlıq etməliyik və eləcə də biz hətta daha tez-tez siyasi müşavirələr, məsləhətləşmələr aparmalıyıq. Ona görə də hər bir ölkə bizim çox mehriban qonşu ölkələrdir. Prezident Xaçaturyan, mən şəxsən Cənab Prezident Əliyevi tanıdığım qədər tanıyıram və onu da Cənab Prezident Əliyev mənim də şəxsi dostumdur. Və ümid edirəm ki, biz gələcəkdə bu iki ölkə arasında münasibətlər digər ölkələrə də şamil ediləcəkdir. Amma biz birlikdə olduqda daha da güclüyük. Və Qafqaz ölkələri qeyd etməliyəm ki, əsas həm vasitəçi olmaqla yanaşı Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələrdir. Və biz əslində üçümüz hamısı Avropa siyasi icmasının nümayəndələri olan ölkələriyik. Bəzi Qafqaz ölkələri müqayisədə bəli, daha çox irəli getmişik bəzi məsələlərdə, amma vəziyyətlərimiz hamısına oxşardır. Ona görə də eyni cığırla getməliyik. Və mən inanıram ki, bizim əməkdaşlığımız sayəsində ümumiyyətlə çox pozucu məqamlar var. İstər pandemiya iqtisadiyyatımıza, inflasiyaya necə təsir etdiyini bilirik. Yəni iqtisadi tənəzzülə gətirib çıxartdı müəyyən müddətdə. Təchizat zəncirlərində müəyyən pozulmalar yaşandı. Ondan sonra tariflər, sanksiyalar və s. ilaxır kimi məsələlərlə üzləşdi demək olar ki, bütün ölkələrimiz. Ona görə də biz gələcəkdə daha da əlaqələrimizi gücləndirməliyik. Yəni dəmir yoldur, ümumiyyətlə avtomobil yolları nəqliyyatını gücləndirməliyik. Eləcə də rəqəmsal iqtisadiyyat əməkdaşlığımızı gücləndirməliyik. Və mən həmçinin belə düşünürəm ki, biz innovasiyalardan, informasiya texnologiyası sahəsindən də və süni intellektə şübhəsiz günümüzün ən vacib məqamlarından biri kimi bizim hamımızın arasında güclü əlaqə yaradacaq amillərdir və sözün həqiqi mənasında bizim gələcək dostluğumuza inanır və eləcə də bizim ümumi ortaq maraqlarımızın fövqündə də mən əminəm ki, biz ölkələr olaraq birimizlə daha da yaxşı əlaqələri formalaşdıracaq. Təşəkkür edirəm, cənab prezident. Prezident investisiya tərəfinə, biznes tərəfinə də toxundu və mən indi sizin fikrinizi öyrənmək istəyərdim. Sizin fikrinizcə, ümumiyyətlə, qəbul edilən proqramlar, siyasətlər hansı Avro-Asiya rəqabətə davamlılığını gücləndirmək üçün nələr, hansı strategiyalar qəbul edilməlidir və qlobal ticarəti gücləndirmək üçün nələr edilməlidir? Təşəkkür edirəm. Mən burada sadəcə Limakın digər tərəfdən də mən infrastruktur, iqtisadi forum, ekologiya departamentə təmsil edirəm ki, burada müxtəlif investorlar, eyni zamanda həmçinin Türkiyəni də təmsil edirəm. Bu forumda iştirak edərkən də mən bu münasibətlərə mütləq toxunmalıyam. Mənə belə gəldi ki, investisiyalar ancaq və sülh, əmin-amanlıq uzun müddətli stabil olduqda baş tuta bilər. Stabil olmasa heç kəs ora investisiya qoymayacaqdır. Ona görə də buradakı liderləri eşitdim və çox şadam ki, çox güclü bir liderlərin sırasındayam və sülh və əmin-amanlıq, rifah uzun müddət hədəflənməlidir. Belə olduqda investorlar gələcək və mən TRIP sahəsini görmüşəm, oxumuşam, çox mükəmməl şəkildə müəyyənləşib. Əslində, mən belə düşünürəm ki, bu gözəl bir başlanğıc olacaqdır. İnvestisiyaların məhz bu saziş çərçivəsində gələ biləcəyinə biz ümid verir. Ümumiyyətlə artıq Bakı layihəsinə istinadən getmək istəyərdim ki,
orta dəhlizlə də əminəm ki, biz daha çox əməkdaşlığa töhfə verə bilərik. Ümumiyyətlə, infrastruktur sadəcə yollardan, dəmir yollarından, rəqəmsal infrastruktur, enerji infrastrukturu da həmçinin özündə ehtiva edir. Və bu eləcə də bir sıra infrastrukturları, məsələn, limanlardır, logistika mərkəzlərdir və insanları da unutmamalıyıq. İnsanlar da gəlib ətrafda məskən salıb yaşayırlar. Ona görə də çox gözəl, böyük bir fürsət və imkanlar var. Yəni, liderlərin pozitiv mövqeyini, münasibəti həqiqətən də çox gözəldir. Yəni, investorlar buna xüsusi diqqət yetirir. Biz dövlət özəl əməkdaşlığı çox önəmlidir və mən inanıram ki, IFI-lar maliyyə təsisatlarıdır, Avropa İnvestisiya Bankıdır, eləcə də ki, ABŞ-ın böyük bir ABŞ maliyyə təsisatları da bura investisiya olaraq töhfə verəcəklər və burada həqiqətən çox müsbət bir auranın şahidi oluruq. Biz kifayət geosiyasi risklərdən, ümumiyyətlə siyasi risklərdən danışırıq, amma mən çox şadam ki, bu paneldə iştirak edirəm. Belə böyük bir müsbət mesajları mən İsmailcə eşidirəm ki, bizim regiona da artıq belə bir böyük miqyasda artıq əməkdaşlıq imkanları müzakirə edilir. Və bu xoş sözlərə də xitabən mən də öz fikrimi bildirmək istəyərdim. Biz hazırda sülh, stabillik, əmin-amanlıqdan danışırıq və dünyamız bugünkü hazırda buna böyük ehtiyac var. İkinci Dünya Müharibəsindən sonra, ondan da əvvəl Dünya Müharibəsi, bildiyiniz ki, bir sıra ölkələr hansı problemlərlə üzləşdilər və bu ilk ilkindən də pis olacağını düşünürlər. Gələn ilk bu ilk ildən də pis olacağını deyənlər var və artıq hamı sülhdən, təhlükəsizlikdən danışır və təəssüflər olsun ki, müəyyən məsələlər, prinsiplər riayət edilmir. Yəni, hamı belə görür ki, öz milli maraqlarını düşünür. Heç kəs multitərəflik prinsiplərinə, çox tərəflik prinsiplərinə artıq rəğbət etmir, hörmət etmir. Və bu isə xətalardır. Heç kəs əvvəl keçdə xətaları düzəltmir. Cənab Prezident Trump sabah gəlib desə ki, bəli, mən Ursula von der Leyen'ə fikirlərlə razıyamsa, artıq biz bilirik ki, nələr baş verməyəcək. Amma bu belə də olmayacaq. Biz bilirik ki, Prezident Trump razılaşmayacaq. Amma sonra nəticəsi digər ölkələr üçün hansı nəticələr olacaq? Elə insanlar ola bilər ki, Yerevan və Bakı arasında münasibətlərə gəldikdən kimsə bilər ki, bu iki ölkə bizdən uzaqdadır, amma biz bilirik ki, məsələn, iki ölkə arasında baş verən hadisələr digər ölkələrə də təsirsiz ötüşmür. Ona görə də bizim aramızda ölkəli münasibətlərin formalaşması çox önəmlidir ki, bizim siyasətimiz, iqtisadiyyatımız çox önəmlidir. Bəli, mən hələ ki, o qədər də nikbin deyiləm, biz çox qeyri-müəyyənliklər dünyasına, biz erasına daxil oluruq. Bilmirəm, yaxın gələcək illərdə bunların öhdəsindən gələ biləcəkmi, ya yox. Amma artıq 12-ci dəfədir ki, Davosa səfər edirəm. Artıq bunu veteran prezidentəm. İnanmıram ki, bizim qədər, kimsə bu qədər, yəni 12 dəfə iştirak etmiş ola bilər. Yəni, bu qədər, çoxlu sayıda bu qədər insanlar ömrümdə görməmişdim. Yəni, mən nə demək istəyirəm? İnsanlar bura nəyə görə gəlib? Gələcəyinə narahat olduğuna gəliblər. Şirkət rəhbərləridir, eləcə də dövlət liderləridir, baş nazirlər, hökumət nümayəndələri və heç kəs sevinmir. Heç kəsin üzündə təbəssüm belə yoxdur. Nəinki sevinmək. Çünki hamı narahatdır. Çünki sabah ölkəmizdə nə baş verəcəyini heç kəs bilmir. Biz də təbii ki, çox narahatıq. Amma bizi bir-biri ilə əlaqələndirən, bağlayan məqamlara gəldikdə, ən azından biz bizim ölkələrimizə olan təzyiqləri azaldıb, həll yollarını ümumi məxrəc olaraq iki ölkələr üçün Avrasiya regionunda ən az ümid edirəm həll yollarını tapa biləcəyim. Bəli, mən son söylədiyiniz məqama istinadən heç kəs artıq çox tərəfli prinsiplərinə riayət etmir. Heç kəs düşünmür, bəli. Sözümüzdə dururam. Ona görə də Cənab Prezident Əliyevə də mən sual ünvanlamaq. Cənab Prezident, sizin fikrinizcə, bax bu, Cənab Prezidentə biraz öncə söylediyi kimi nə etməliyik ki, bax biz bu stresi, ümumiyyətlə, cari şokların stresini necə azalda bilərik qlobal olaraq? Ya belə ki, çox tərəfliyin cari
ki, fazası dəyişməz olaraq qalmaqdadır sanki, amma heç də özünü o qədər də doğrultmur. Mən belə düşünürəm ki, artıq hər şey bizim ixtiyarımızdadır, hər şey əlimizdədir. Proqramımızdan asılıdır. Sizin vizyonunuzdan, baxışlardan, strateji baxışlardan, gələcəyə olan baxışlardan çox şey asılıdır. Yenə də Ermənistanla sülh məsələsinə və ondan əvvəlki, 30 il əvvəl olan münaqişələrə baxsaq, bəli, çox çətin xalqlar olaraq vəziyyətlərimiz olub, ərazi itkilərində üzləşmişik, milyonlarla insanlar evsiz, didərgin düşüb. Amma biz buna rəğmən ümidimizi itirmədik. Bütün bunlara baxmayaraq biz öz cəsarətimizi, şücaətimizi itirmədik. Çalışıb beynəlxalq qanun çərçivəsində suverenitetimizi, eyni zamanda müstəqilliyimizi bərqərar etməyə çalışdıq. Odur ki, beynəlxalq təsisatlar o zaman, yəni 30 il əvvəl, 20 il əvvəl, hətta 10 il əvvəl, hətta indi belə baxsaq, onlar davranışı dəyişmir. Biz dəyişdik. Biz artıq kiminsə gəlib bizim üçün problem edəcək, artıq inamımız bitdi. Beynəlxalq artıq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düşər oldu. BMT-nin Təhlükəsizlik Şurası ən böyük beynəlxalq qurum 4 qətnamə qəbul etmişdi o zaman. O zaman isə Ermənistan qüvvələrinin bizim ərazidən qeyri-şərtsiz artıq çıxarılması ancaq kağız üzərində qaldı. ATƏT beləcə də beynəlxalq təşkilatlar çox saylı qətnamələr, qərarlar qəbul etdi. Heç biri reallaşmadı. Ta ki biz vəziyyəti əlimizə götürəndə kimi. Və biz bunun öhdəsindən ədaləti bərpa etdik, beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenitetimizi bərqərar etdik. Ondan sonra bir sülhə nail oldu. Ondan sonra dayandı hər şey. Və ölkə olaraq 30 il bu Azərbaycan bir lider və bizim üçün də bu çox məsuliyyətli bir qərar idi. Çox vacib qərardır. Biz bəli davam edə bilərdik. Söz açıq danışmalıyıq sizinlə və auditoriya ilə açıq danışmaq istəyir. Amma bu isə sonucu olmayan daha çox əzab-əziyyət, daha çox qurbanlara gətirib çıxara bilər. Müharibələr bitməyəsiydi, amma bu müharibəni kimsə bitirməli idi və biz qərara gəldik müharibəni bitirməyə, dayandırmağa. Bəli, birgə qərardır Ermənistan və Azərbaycanın liderlərinin birgə qərarı idi ki, biz artıq müharibəyə son qoyaq və artıq sülh imkanlarını nəzərdən keçək və biz rekord bir sürətdə və hətta çox saylı sentyabr, təbii ki, 2020-ci illərdən artıq avqust 2024-cü də Ermənistan baş naziri və mən şəxsən artıq bir məlum tabi sülh sazişinin təşəbbüs sənədi cənab Prezident Trump yanında imzalandı və Prezident Trump da özü də bir şahid qismində sənəddə imza atdı və biz də artıq həmən gün müharibəyə bir nömrəli, dünyanın bir nömrəli ofisində müharibəyə imzalarımızı son qoydu. Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandrla razıyam ki, bugün vəziyyətimiz ola bilsin daha kəskindir əvvəlkilərlə müqayisə. Amma mən onun müəyyən pessimist, yəni bədbin fikirlərini paylaşmıram, bölüşmürəm. Çünki vəziyyəti nəzarət altına alsaq, kifayət qədər milli maraqlarımızla öhdəlikləri götürsək, beləcə də gələcək o zaman xalqların bəli, uğur qazanması mümkündür, amma çox tərəfli prinsiplərinə, proteksionizm prinsiplərinə gəldikdə artıq görürük ki, artıq uğursuzluğa düşür. Ticarətin, beynəlxalq ticarətdə, bəli, Azərbaycan ticarət təşkilatına qoşulmadı, düzdür 30 il dəvət edilir. Niyə? Çünki biz istəyirik ki, öz iqtisadi müstəqilliyimiz olsun, biz siyasi müstəqilliyimizi istəyir və eyni zamanda biz təbii ki, çox sayılı, biz vasitəçilərlə əməkdaşlığımız bizim çox sayılı, biz Avropa İttifaqının 10 dövləti ilə də strateji təbii ki, tərəfdaşlıq sazişi Çinlə imzalanır, strateji tərəfdaşlıq artıq xartiyası hazırda ABŞ-da müzakirə edilməkdədir. Bunlar hamısı mümkündür. Bunlar biri digərinə qətiyyən ziddiyyət təşkil etmir. Aydın baxış olduqca, ölkənin gələcək baxışı olduqda, proqramı olduqca artıq bir cəmiyyət də artıq buna
inanır və kimin nə deməyindən asılı olmur. Siz artıq doğru siyasi kursu həyata keçirirsiniz. Yəni kimin nələr deməyindən asılı olmur. Mən daha nikbinəm, xüsusilə də Ermənistanla Azərbaycanın belə fonunda, hətta bizim nümunəmiz daha unikaldır. Artıq 30 illik müharibədən sonra mən daha nikbinəm. Bəli, bu sülh də digər iqtisadi əməkdaşlıqlara da imkan şərait yaradır. Cənab Prezident, sizin yeni bir Cənab Prezident Vučićin və Prezident Əliyevin söylədiklərinin fövqündə artıq yanaşmanı dəyişməklə çox tərəfli prinsiplərinə xitabən siz də öz müstəqil maraqlarınızla bağlı nə deyə bilərdiniz? Thank you. Thank you indeed. Təşəkkür edirəm. Mən onu qeyd etmək istəyərdim ki, biz artıq iki ölkə arasında sülhə nail ola bildik. Çünki iki ölkənin iki siyasi lideri artıq buna hazır idi. Və əksi halda mən də Cənab Prezident Əliyevlə razıyam ki, müharibənin sonu bucağı olmayasıydı, davam edəsiydi və heç bir vəd etməyən bir gələcəklə üzləşəsiydi. Və ona görə də mən siyasi müharibələrə və insan itkilərinə gətirib çıxalan siyasi narrativalara inanmıram. Yəni 1988-ci ildən bəri çox sayılı insanlar ölüb, onları bərpa etmək mümkün deyil. Ona görə də biz imkanlarımız daxilində çox çalışıb, əlimizdən gələn etməliyik. Düzdür, bəli, insan itkilərini qaytarmaq mümkün deyil. Ona görə də siyasi liderlərin məhz sülhün bərqərar olmasında, təmin edilməsində rolu çox önəmli. Bu isə bizim liderlərin də bəli oynadığı rol çox önəmlidir. Biz müəyyən müvəqqəti məsələləri kənara qoyub uzun müddətə artıq hədəflənməliyik. Bu isə gələcək ölkələrin uğuru bundan asılıdır və çox şadam ki, bizim ölkələrin iki lideri bax, gələcək sülh, əmin-əmanlıq yolunu, cığırını seçdilər. Ölkə insanlarımızın rifahını, xoşbəxtliyini seçdilər. Bu isə ən ümdə olan məsələlərdir. Bu artıq sözdə kağızda qalmır. Düzdür, siyasətçilər hər zaman sülh barəsində danışırlar. Mənim siyasi fəaliyyətim boyunca da hər zaman çalışıb sülh üçün faydalı olmağa çalışmışam. Çünki bir məsələni mən çox gözəl başa düşürəm. Qonşuların ancaq varsa ancaq sülh əmin-amanlıq şəraitində yaşamalısan. Bu gündəlik həyata da sirayət edir. Bunun başqa yolu yoxdur. Əksi halda ancaq yeganə variant müharibə vaxt insan itkisidir və mən inanıram, çox nikbinəm ki, bu məsələdə uğur qazanacağı bizim iqtisadi və eyni zamanda mədəni layihələrimiz həyata keçiriləcək. Artıq bir prezident də baş tutdu. Elə ki, vətəndaş cəmiyyəti, iki ölkə nümayəndələri bir-biri ilə artıq görüşüb və eləcə də biznes nümayəndələri də görüşür. Artıq Yerevanda insanlar Azərbaycan yanacağını avtomobilləri üçün satın alırlar. Bir neçə il əvvəl bunu da kimisə desəydiniz, çox zoraki bir düşmən mövqeyi nümayiş etdirədilər. Amma yeni reallıq tam fərqlidir hal-hazırda. Ona görə də dünya problemi odur ki, bəli, dünyamız çox hadisələr dəyişməkdədir. Covid-dən sonra da dünyanın siyasi xəritəsinin günbəgün necə dəyişdiyini görür. İdarə etmə tərzləri də, üslublarda dəyişməkdədir. Xüsusilə bütün bunları bugün cari vəziyyətimizi nəzərə alsaq, nisbətən daha kiçik ölkələr daha çox problemlərlə üzləşirlər. Amma bu heç bir vəclə o demək deyil ki, bizim gücümüz deyil. Xeyr, kiçik olmaq, özü güclü olmaq, qüdrətli olmaqdır. Belə ki, biz daha çevik, müstəqil qərar verə bilirik, müstəqil şəkildə və onları daha çevik şəkildə icra edə bilirik. Bəli, sizi təəccübləndirə bilər ki, yaxşı, böyük ölkələrlə bağlı fikrimiz öyləsi, böyük ölkələr öz böyük problemləri var. Bizim öz ölkələrimizin maraqlarımız var. Biz öz maraqlarımız naminə qərarlar qəbul edirik, həyata keçirik. Ona görə də mən sual versələr və mən ancaq öz fikir və rəyimi bildirirəm ki, əgər ölkə öz konkret strategiyası, aydın bir mövqeyi, öz gələcəyi ilə bağlı olarsa, və eləcə də ki, həmin o icra mexanizmləri olarsa, o zaman biz
çətin vəziyyətin öhdəsindən gəlib ram edə bilərik. Və mən vaxtilə üzləşdiyimiz problemləri kiçiltmək istəmirəm. Sadəcə istəyərdim ki, nə də çox şişirtmək də istəmirəm, nə də özümüzü elə aparmaq istəmirəm ki, sanki bizim dünyamız müsbət mənada hər şey dəyişməkdədir. Bəli, bizim və yaşadığımız dünyada daha çox itkilərlə üzləşməkdədir. Və misal üçün Avropa İttifaqını misal çəkək. Avropa İttifaqı Dünya müharibəsindən sonra yarandı. Məlum saziş imzalandı ki, bu da Avropa İttifaqı yarandı. Bu isə o deməkdir ki, artıq daimi düşmənlər yoxdur. Daimi maraqlar var. Belə bir siyasətdə məşhur deyim var. Amma bütün bunlar iqtisadi ölkələrimizin maraqları naminə həyata keçirməlidir. Sülh və əmin-əmanlıq şəraitində təbii ki, bizim qonşu ölkələrlə münasibətləri də ayrı. Bu, Türkiyədən də yana deyil bu məsələlər. Bəli, bizim qonşularımız, Türkiyə kimi bizim qonşularımız var. Bəli, sərhədlərimiz açılandan sonra da, bəli, bu məsələləri İrandır, eyni zamanda Gürcüstan da qonşularımız var. Bəli, müxtəlif siyasi yanaşmalar var, müxtəlif siyasi qiymətləndirmələri müzakirə edə bilərik. Amma nəticə etibarilə bizim, özümüzün Ermənistan Respublikası olaraq da bizim milli maraqlarımız heç şübhəsiz qonşularla da sülh və yaxşı münasibətlərdən, qarşılıqlı maraqlı söhbət gedir. Mən də əlavə etmək istəyərdim. Yəni, sizin zənninizcə, bax, bu daha mı yanaşma olar? Yəni, prezidentin söylədi. Yəni, nə, hansısa siyasi bloklara qoşulmamaq, böyük müttəfiqliklərə qoşulmadan, sadəcə olaraq milli iqtisadi maraqların qayğısına qalmaq, sadəcə siyasi deyil, eləcə də iki tərəfli dinamikada bunları inkişaf etdirmək daha yaxşı olardı. Mən regiondan danışmaq istərdim. Bu region daha az inkişaf etdi və daha çox işlər görülə bilər. Və odur ki, mən sırf Türkiyə perspektivasından yanaşmış olsam, bilirəm ki, bizim prezident Erdoğan bu yanaşmanı dəstək eləyir. Ona görə də biz bunları birlikdə həyata keçirməliyik ki, bütün ölkələrin maraqları, qoyduqları investisiyalar birlikdə töhfə versin, birlikdə itirməyək, rahat olaq. Belə ki, böyük bir biznes bloklarında qoşulsaq, hamısı da qalacaq. Ona görə bu sülhü pozmaq çətin olacaqdır. İnvestisiya olaraq da, bax, belə bir dəhlizlər, rəqəmsal dəhliz olsun, nəqliyyat dəhlizlərini və s. yaratmaqla biz gələcəkdə bütün sadaladığım məqamları, yəni Türkiyənin təbii ki, Avropada istehsal edən məhsullar belə rahatlaşacaqdır. Hal-hazırda mən çox nikbinəm, çox optimistim. Çünki artıq Ermənistanla Azərbaycan arasında da müsbət dinamika gedir. Türkiyədə və bunların həmçinin zəmanətçisi olacaqdır və mən ümid edirəm ki, sərhədlər də açılacaq. Uzun müddət Azərbaycanla münasibət, qardaşlarımızdır Azərbaycanla, burada Gürcüstan da qonşularımız da var və bu vaxt kəsikdə, eləcə də bu paneldə də biz daha çox regional investisiyalara təşəbbüs etməliyik. Nələri əvvəl etməmişik, nələri indi etməli və nələri daha çox edə bilərik. Görə sülh, stabillik olduqca da, niyə də investisiyada gəlməsin? Türkiyədə yeri düşmüşkən, belə də kiçik demirəm, nisbətən böyük ölkəyi ərazi olaraq və biz, cənab prezident də bunları fikirli səsləndirir. Türkiyə biznes camiası olaraq sizi vəd edirəm ki, biz bu əməkdaşlıqlara, investisiyalara vasitə dəstək verəcək. Çox maraqlı bir dinamikanın şahidi oluruq. Avro-Asiya regionu olaraq, sizin də təmsil etdiyiniz ölkələri nəzərə alaraq, əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı olaraq region naminə qlobal geosiyasi landşaft mənzərə büsbütün dəyişmiş olur, elə deyilmi? Və mən bu məqamda son fikirlərinizi öyrənmək istəyərdim. Siz çox mürəkkəb və keşməkeşli, çox kövrək bir qlobal bir landşaftı necə Avro-Asiyanı, bax, belə bir mənzərə necə görür? Cənab Əliyev, Avro-Asiya özü böyük bir coğrafi mühitdir, məkandır. Biz nə düşündüklərimiz, bəli, bizim regionumuz və bizim qonşu ölkələrimizin fonunda mən çox şadam ki, müstəqillik illəri boyunca biz çox sıx
iş münasibətlərini bütün qonşu ölkələrlə formalaşdıra bildi. Yəni Ermənistan istisnaydı məlum səbəblərə görə, amma hazırda artıq de facto formalaşıb, əldə edilib, artıq iqtisadi əməkdaşlığa Ermənistanla və məhsullar ixrac olunmaqdadır. Azərbaycan nəqliyyat kargoların türkçülərin Ermənistana gedən Qazaxıstandan, Rusiyadan artıq olan qadağanı aradan qaldırıb. Artıq bizim Ermənistan tərəfindən də müraciət daxil oldu ki, artıq tranzit Ermənistandan Rusiyaya tranzit üçün icazə verilsin. Biz faktiki olaraq, de facto olaraq, yəni bir tərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq. Bəli, artıq nəqliyyat Gürcüstan vasitəsilə hal-hazırda həyata keçirilir. Amma bir gün Ermənistandan, bir gün də Ermənistan vasitəsilə birbaşa Azərbaycandan artıq tranzit edəcəkdir və o gün uzaqda deyil. Biz artıq çox sıx münasibətlərimizi, müttəfiqlik münasibətlərimizi Türkiyə ilə qurmuş, bizim qonşu qardaş ölkədir Türkiyə və bizim böyük bir Türkiyədə investisiyalarımız var. Bizim Türkiyədəki sərmayələrimiz 20 milyard ABŞ dolları üstəliyib. Biz Gürcüstanın ən böyük investor ölkələrindən biriyik. Eləcə də Triplədə, yəni gələcək qoşulma təbii ki, layihələri ilə birlikdə ki, ABŞ nəzarəti çərçivəsində biz yeni nəqliyyat dəhlizi Asiya ilə başlayıb Xəzər dənizi boyunca Azərbaycan, Ermənistandan keçəcək, Azərbaycan bir səs, yəni Naxçıvan və Türkiyə vasitəsilə də, ondan sonra da Avropaya nəql ediləcəkdir. Yəni mövcud Gürcüstan dəhlizlərindən də əlavə, nə qədər daha çox marşrut olarsa, istehlakçılar üçün, təchizatçılar üçün, tranzit ölkələr üçün də bir o qədər yaxşı olacaqdır. Biz ölkə olaraq, Azərbaycan olaraq o zaman regional hər zaman gündəliyimizə xüsusi diqqət yetirik və əgər biz regional nailiyyətlərimiz olmasa, istədilərimizə nail olmasa, qlobal töhfələrə mümkün olmayacaqdır. Amma bugün xüsusilə də paralel Ermənistan, Azərbaycan və eləcə də ki, Türkiyə-Ermənistan artıq yaxınlaşması olmasa, hal-hazırda paralel həyata keçir və mən əminəm ki, paralel olaraq da artıq diplomatik münasibətlər həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan arasında eyni vaxtda bərqərar olacağına inanırıq. Bu olduqdan sonra böyük coğrafi məkanda Avrasiyada daxil olmaqla müsbət dəyişikliklər həm əlaqələrin, enerji təhlükəsizliyinin, sülh və stabilliyə töhfə verməklə gələcəkdə uzun müddətli, dayanıqlı, ümumiyyətlə, müharibələrin necə tərəfdaşlıq və əməkdaşlığa çevrilə biləcəyini bariz nümunəsi olacaq. Cənab Vučić, sizin də son fikirlərinizi eşidək. Əslində çətindir. Cənab Prezident Əliyevin səsləndirdiyi fikirlərə nəyisə əlavə etmək çətindir. Çünki mən də artıq sadəcə təkrar etməyə məcburam. Bəli, Prezidentin söylediyi mənim fikirlərimlə üst-üstə düşür. Biz dəyişən dünyamızda nələrin baş verdiyini görürük. Vacib olan orta dəhliz marşrutunu, Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha da mühüm əhəmiyyət kəsb etməyə başladıqca regionumuz da mühüm Avropa İttifaqı üçün, Avropa ölkələri üçün mühüm əhəmiyyət daşımağa başlayır. Eləcə də uzaq şərq, eləcə digər ölkələr üçün də böyük əhəmiyyət daşıyır və çox paralel hadisələr baş verir. Yəni Mərkəzi Asiyada potensial quruculuğu və Asiyada da kifayət qədər potensialları istifadə olunmaqdadır. Azərbaycan da uzun illərdir ki, tranzit imkanlarını təmin etməklə ümid edirik ki, Ermənistan da Azərbaycanın tranzit imkanlarından yararlanacaq. Çox sayılı alternativlər, bizneslər, insanlar üçün, onlar üçün daha faydalı, rentabelli olanları seçməyə imkan verəcək. Amma biz bu fürsət və imkanlara xitabən nəqliyyat dəhlizlərinə, dəmir yollarına, avtomobil yollarına əhəmiyyətinə də baxırıq. Amma bunlar son deyil. Eləcə də bu enerji, yeni texnologiyalardır, kabellərdir, internetdir, eləcə də müxtəlif xidmət təchizatıdır sərhədləri boyunca. Çünki bizim bütün dünyamız dəyişməkdədir, iqtisadi kontent, məzmun dəyişməkdədir. Ona görə də biz qlobal bir xəritəyə baxmalıyıq. Ən rahat, əlverişli yollar biz görürük, bizim regiondan keçməkdədir. İpək yolu buna bir bariz nümunədir ki, ən səmərəli, effektiv marşrutlardan da biri olaraq əvvəllər mövcud olub. İndi hal-hazırda o qədər də işlək deyil. Son 30 ilə, xüsusilə də 91-ci ildən sonra İpək yolu fəaliyyətsiz qalıb. Amma yenə də təkrar etməli və bir də əmin etmək istəyərdim ki, burada bəli,
bəli, mən gələcəkdə nikbin, optimist olmağa, bəli, həm səbəb var, eləcə də siyasi iradə də var, siyasi qərarlar da verilir və verilməkdədir. Biz bunu müntəzəm olaraq qoruyub saxlamalıyıq. Azərbaycanla diplomatik münasibətlər, Türkiyə ilə də diplomatik münasibətlər qurulmalıdır və bunlar isə çox önəmli şərtlərdir. Eləcə də biz elə etməliyik ki, bizim iki ölkə xalqlarımız, vətəndaşlarımız da bir-biri ilə yaxından əlaqələr qurmaqla bu proseslərdə bilavasitə iştirak etmiş olsunlar. Bu isə vaxt tələb edir. Və əgər prezident, baş nazir çox qısa zaman vaxtını, yəni 2 il ərzində əgər ki, ölkə rəhbərliyi ümumi prinsiplərdə razılığa gələ biliblərsə, yəni biz eyni şey cəmiyyətlərimizdən də gözləməliyik. Amma biz o qədər də sadəlöv deyilik, bunun üçün qısa müddətdə mümkün deyil. Amma biz yenə də nikbin baxırıq. Ona görə də Ermənistan və Azərbaycan ümid edirəm və inanıram ki, bu istiqamətdə öz işlərini davam etdirəcək. Biz cəmiyyət vətəndaşlar olaraq bu proseslərdə yaxından iştirak etmiş olsunlar və davamlı bir sülhdə təmin olunsun ki, cənab prezident də bunu təsdiq elədi. Davamlı sülh olmalıdır, müvəqqəti deyil. Təşəkkür edirəm. Minnətdarım. Cənubi Qafqaz günümüzdə. Mən dostlarım üçün də çox sevinirəm. Bilirsinizmi? Demək çox asandır ki, biz əməkdaşlıq səviyyə gücləndiririk, artıq bu qazla Azərbaycan investisiyası olan Serbiya dövləti birlikdə layihəmiz artıq tamamlanmaqdadır. Eləcə də ki, biz öz birbaşa uçuşlar Belqrad-Bakı arasında açılmaqdadır. Bu istiqam Tbilisi ilə də artıq bunu həyata keçirmiş. Ümid edirik ki, birbaşa uçuş Yerevanla da mümkün olacaqdır. Yəni Serbiya artıq özü daha çox getdikcə sadəcə qərbə deyil, şərqə doğru da münasibətlərini artırmağa çalışır. Və mən böyük lider İlham Əliyevin söylədiyi fikirdə münasibətimi bildirim. Böyük bir dahi liderlərdən biridir. Çox nadirdir belə bir lideri görmək günümüzdə, amma bunun gələcək təsiri ilə bağlı mən fərqli bir fikrim var. Çünki çox sayılı Alman, Fransız, İtalyan şirkətləri bildiyiniz kimi çox ehtiyat hissələr istehsal edirlər. Onlar ABŞ-ın tarifi, ABŞ-ın təbii ki, tətbiq edəcək təriflər artacaqsa biz öz fabriklərimizi, zavodlarımızı Serbiyada da biz dayandırmalı olacaq. Burada siyasi məsələlər də var, görürük ki, və artıq hamı öz Pandora qutusu var. Hamı yeni Pandora qutusundan obrazlı şəkildə danışır. Yeni Pandora qutusu özü Kosova ilə bağlı məsələyə xitabən ki, çox sayılı ölkələr qərb dünyasında, xüsusilə də Kosovanın müstəqilliyini tanıyır və qeyd edirlər ki, bu humanitar baş vermiş fəlakətdən sonra çox sayılı Serbiya hakimiyyət qurumlarının fəaliyyəti nəticəsində baş vermişdir. Yəni, nəticə etibarilə eyni argumentlərin digərləri tərəfindən səsləndiyini görürük, dilə gətirdiyini eşidik. Amma bir məsələni unudurlar ki, bu nə zaman hadisələr baş verdi, nə üçün nikbin olmadığımı dedim. Çünki getdikcə daha çox regional, lokal müharibələrin sayı xeyli artıb. Yəni, hətta Körfəz regionunda belə heç kəs konkret əminliklə heç bir fikir səsləndirə bilməz. Son 2 aya qədər gördüyünüz kimi hansı hadisələr baş verdi və bu ABŞ ilə Avropa arasındakı artıq bu münasibətlərdə açılanma müvəqqəti deyil, uzun müddət çəkəcək. Kifayət qədər uzun çəkəcəyini bir daha təkrar etmək. Bunun bədəlini ödəməli olacaq. Ya biz özümüzün qayğısına qalmalı olacaq. Ümid edirəm ki, biz bunun öhdəsindən daha yaxşı gələcək. Amma nə dərəcədə təsir edəcəyimi? Bəli, heç şübhəsiz. Bəli, burada biz Ermənistan və Azərbaycan və Türkiyə kimi ölkələrin əminəm ki, bizə
dəstəyi daimi olacaqdır. Və ümid edirəm ki, bu çətin öhdəsindən gələ biləcəklər. Bəli, siz sonda optimizmin bir səsi olaraq biz eşidirək. Biznes liderlər olaraq biz mütləq nikbin olmalıyıq və sülh belə bir əmin-əmanlığı regionda görərək biz bunun üzərindən işləyəcəyik. Biz əminəm ki, layihələrdir, müqavilələrin sayı artacaq və bu isə sülh və uzun müddətdə nail olacaq. Sülhsüz mümkün deyil, bəli. Hamımızın sülhə ehtiyacımız. Təşəkkür edirəm. Təəssüflər olsun ki, vaxtımız bitdi. Minnətdaram, təşəkkür edirəm. Bizi izlədiyinizə görə minnətdarlığımızı bildirəm. Sağ olun.